Tofiq Yaqublu'nun bu sözləri İlham Əliyevin xətrinə çox pis dəyib ha. Ona görə də bu gün İlham Əliyev Tofiq Yaqublu'dan qisas alır. İlham Əliyev hakimiyyəti qəsb edən gündən sizi yox etmək istəyir. Uğurlamaq, talamaq imkanları daha rahat, daha geniş olması üçün bizləri yox eləmək istəyir. Yəqin təbiətlə bağlı sənətli filmlərdə görübsünüz. Şir bir yaralı antilopu tutup getirip balalarının qabağına atır və kənardan onu necə ditdiklərinə, necə parçaladıklarına baxır. 2003-cü ildə Heydər Əliyevin vəsiyyəti ilə onun məmurları, komandası üzvləri yaralı Azərbaycanı İlham Əliyevin qabağına atıblar və onun ailəsinin, qohumlarının qabağına atıblar. Və bu illər ərzində bu komanda, bu ailə bu yaralı Azərbaycanı sökməklə, parçalamaqla, didməklə məşğuldur.